xalqının qədim və zəngin milli mənəvi dəyərlərini özündə yaşadan, birlik və bərəkətin rəmzi olan Novruz bayramı münasibətilə ölkəmizin təhlükəsizliyi, sabitliyi naminə fədakarlıqla xidmət edən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarına, eləcə də Nazirliyin mətbuat xidmətində çalışan dəyərli nümayəndələri səmimi qəlbdən təbrik edirik. Bu əlamətdar bayram günlərində xüsusilə qeyd etmək istəyirik ki, Daxili İşlər Nazirliyinin əməkdaşları daim dövlətə və xalqa sədaqətlə xidmət edir, ölkəmizdə ictimai asayişin qorunması, sabitliyin təmin olunması istiqamətində böyük əzm və məsuliyyət nümayiş etdirirlər. Onların gərgin və şərəfli fəaliyyəti cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu münasibətlə Eşqin müəllim başda olmaqla, eləcə də Aslan müəllim başda olmaqla Daxili İşlər Nazirliyinin bütün mətbuat xidmət əməkdaşlarına qarşıdan gələn Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir. Onlara möhkəm can sağlığı, uzun ömür, məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar, yeni nailiyyətlər arzulayırıq. Ümid edirik ki, bu müqəddəs bayram ölkəmizə sülh, əminamanlıq, hər bir ailəyə sevinç və firavanlıq gətirəcək. Arzu edirik ki, baharın gəlişi ilə birlikdə həyatınıza da yeni uğurlar, sevinç dolu günlər və xoş xəbərlər gətirəcək. Bir daha Novruz bayramınız, bahar bayramınız mübarək olsun.